Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. İndi isə biz Kurikulum Telegram kanalından bir neçə testin izahına baxacağıq. Başlayaq izaha. Deməli, Aliyə hər zaman doğruları dediyi üçün sinif rəhbəri sinifdəki uşaqlar haqqındakı bütün məlumatları ondan soruşur. Burada emosional taksonomiyanın hansı mərhələsindən söhbət gedir? Bax, hər zaman, həmişə doğru deyirsə, yəni eyni şeyi təkrarlayırsa, deməli bu onun artıq xarakteridir. Ona görə də biz variant olaraq xarakterizə etməni götürəcəyik. Keçək növbəti testə. Günay müəllim yeni dərsi izah etdikcə Günay müəllim yeni dərsi izah etdikcə xatirə dərsin əsas hissələrini dəftərinə qeyd edirdi. Müəllimin dediklərindən qeyd aparan xatirə emosional sahənin hansı mərhələsindədir? Baxın, əgər bir şagird müəllimi diqqətlə dinləyirsə, dinlədikdən sonra qeydlər də aparırsa, demək ki, o hansı mərhələdədir? Qəbul etmə mərhələsindədir. Qəbul eləyir ona deyilənləri. Növbəti testə keçirik. Aynur xarici dildə olan sözləri daha yaxşı yadında saxlamaq üçün özünə strategiya seçmişdi. Bu situasiyada Aygün affektiv sahənin hansı mərhələsindədir? Söhbət Aygündən gedir ya da Aynurdan gedir, eyni adamdan gedir, yəni səhvən 2 ad düşübdür. Deməli, xarici dildə olan sözləri özü, yəni daha yaxşı yadında saxlaması üçün özünə strategiya seçirsə, burada deməli Aynur hansı mərhələdə? Təşkil etmə mərhələsindədir. Biz demişdik ki, metakognitiv biliklə təşkil etmə mərhələsi bir-birinə bənzəyir. Nəyə görə? Çünki orada hər ikisində də insan özü üçün strategiya qurur. Yəni öz işini, öz öyrənməsini, daha yaxşı öyrənməsi üçün strategiya qurur. Ona görə təşkil etmə mərhələsini götürdük. Baxaq növbəti testə. Nəzərinizə çatdırım ki, bunlar bizim keçən il Kurikulum kanalımda, Telegram kanalında paylaşılan testlərimizdir. Davam edirik. Deməli, müəllim komandaya kapitan Nurlanı seçdi. Çünki o bilirdi ki, Nurlan komandanı motivə edib irəli aparacaq. Müəllim Nurlanda həyatı bacarıqlarının hansının daha çox olduğunu bilirdi. Bax, komandanı motivasiya edib irəli aparmaq kimin öhdəsinə düşür? Təbii ki, komandanın kapitanının. Biz də ona nə deyirik? Liderlik bacarığı olanı seçirik də kapitandan. Düzdürmü? Verilən tapşırıqları sərbəst işləyən xəyalə psixomotor taksonomiyanın hansı mərhələsindədir? Sərbəst işləmək varsa, demək ki, dəqiqlik mərhələsindədir. Bu günlük bu qədər olsun izahımız müəllimlər. Sağ olun.